Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fədaiyə Laçın sosial şəbəkədə foto paylaşıb. Xəbər verilir ki, fotonun üzərində bu sözlər yazılıb. İnanıram ki, bir gün normal insanlar kimi gecə yarısından öncə yatacağam. Hər gün sabah səhərə yaxın yatıram. Dünən də bugün yatdım. Müğənni paylaşımına əlavə edib. Günaydın, Allah kəssin belə yaşayışı. Yenə bu söhbət yadıma düşdü dedim. Səhər-səhər gülüş bəxş etdim sizə. Bir dəfə mənə cin girmişdi, heç nə eləmədi və 2 saat sonra özü çıxıb getdi. Dedi bu yaşayış deyil. Xatırla ki, hazırda Fədaiyə Laçın Moskvada yaşar və fəaliyyətini orada davam etdirir. Müğənni Rusiyada yaşayan azərbaycanlıların toy mərasimlərində çıxış edir.